Cəbrayıl şəhərindəki Mehdi Mehdizadə adına tam orta ümumi təhsil məktəbində Zəfərin 5-ci ili Böyük Qaydışın Addımları adlı fotosərgi və Bura Mənim Evimdir filminin təqdimatı keçirilib. Fotosərgi və filmin təqdimatı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə baş tutub. Tədbirdə Prezident Müzəffər Ali Başkomandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli ordumuzun 2-ci Qarabağ müharibəsində qazandığı qələbənin əhəmiyyətindən, əskər və zabitlərimizin Cəbrayılın işğaldan azad edilməsi üçün göstərdiyi şücaət və qəhrəmanlıqdan, böyük zəfərin davamı olaraq işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa quruculuq işlərindən və hazırda uğurla həyata keçirilən Böyük Qaydışdan ətraflı söhbət açılıb. Yenidən tikilən Cəbrayıl şəhərində sakinlərin doğma yurda geri dönüşün sevincini yaşadıkları, onlara burada rahat və təhlükəsiz həyat şəraiti, iqtisadi fəaliyyətə reinteqrasiya imkanlarının yaradıldığı qeyd edilib. Tədbir iştirakçıları əvvəlcə Cəbrayıl və digər işğaldan azad edilmiş ərazilərin yenidən qurulması prosesini və Böyük Qaydışın simvolik əhəmiyyətini əks etdirən fotoşəkillərin nümayiş olunduğu sərgiyə baxıblar. Fotosərgi Böyük Qaydışın mübariz insan hekayələrini və bu ərazilərə yenidən həyatın qayıtmasını sənət dili ilə çatdırıb. Bu sərgi bir tarixi yaddaşdır. Bütün heyət o sərgidə iştirak elədi, fotoşəkillərə baxdı və bu sərgi tarixi bir yaddaşdır. Bu gəncliyin, yeni nəslin yaddaşına köçürülməsi üçün bir istifadə müddəti idi, bir istifadə vaxtı idi ki, bugün biz buna şahid olduq. Cəbrayıl rayon Akademik Mehdi Mehdizadə adına məktəbində keçirilən fotosərgidə, keçirilən tədbirdə iştirak etdim. Bu mənim üçün böyük bir fəxr oldu, bir qürur verici oldu ki, artıq Cəbrayıl rayonu tədbirlərimizə ev sahibliyi eləyir. Bu həqiqətən də qürur verici oldu. Mən bundan bir Cəbrayıl olaraq qürur duyuram. Tədbirin təşkilatçılığında əmək olanların hər birinə təşəkkür edirəm. Çox yüksək səviyyədə bir tədbir keçirildi. Mən orada Cəbrayılların simasında, üzündə həm sevinç, gözyaşları gördüm, həm də gerdə qoyduqları o ağır günlərindən azad olunmuş bir sifət gördüm. Orada həyatın bir anı vardı. Zəngilandan da, Cəbrayıldan da, Füzulidən də, Ağdamdan da, Şuşadan da o anları ki mən gördüm orada, çox belə duygusal bir hisslər keçirib. Sonra Bura Mənim Evimdir filmi nümayiş olunub. Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri müavini Fuad Hüseynov çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən Böyük Qaydışın önəmindən bəhs edib. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin rəsmisi Agil Qurbanov çıxış edərək Böyük Qaydışın əhəmiyyətini və bu prosesin gələcək inkişafı barədə söz açıb. Fotoqraflar Birliyinin təsisçisi Mirnay Pəsənov və Birliyin sədri Amira Süleyman sərgidə əsərləri təqdim edilən peşəkar və həvəskar fotoqrafların Böyük Qaydışın uğurlu addımlarını işıqlandırdıqlarını, onun fotosəlnaməsinin yaradılmasında töhfə verdiklərini vurğulayıblar. Dövlət Komitəsinin hazırladığı Bura Mənim Evimdir sənədli filminə də tədbir iştirakçıları maraqla baxıblar. Filmdə ABŞ-nin New Jersey ştatında anadan olsa da, ürəyi həmişə babasının doğulduğu Cəbrayıl rayonunun Süleymanlı kəndinə bağlı olan Ceyhun Qarabağlının həyat hekayəsini və doğma yurdun ziyarətinə gəlişi əks etdirilir. Heç vaxt Azərbaycanı görməyən və hətta atasının da Azərbaycanda doğulmadığı, babasının doğulduğu bir məkana gələn şəxsin keçirdiyi hisslər elə hisslərdir ki, onu adicə sözlə, hansısa bir kitabın vasitəsilə yeni nəslə öyrətmək olmaz. Onun məhz elə bu cür həmin o filmdə göstərildiyi kimi əyani vasitə kimi yeni nəslə öyrətmək və tanıtmaq lazımdır. Foto sərgiyə gəldikdə onu qeyd etmək istəyərdim ki, aprel ayında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə beynəlxalq foto müsabiqə elan edilmiş Böyük Qaydış və tarixi zəfərimizə aid və 400-ə yaxın
təqdim olunmuş fotoşəkillərdən 44 fotoşəkil qalib olaraq təyin edilmişdi, mükafatlandırılmışdı və bugün məhz həmin o 44 şəklin müxtəlif işğaldan azad edilmiş torpaqlarımızı, rayonlarımızı, şəhərlərimizi əks etdirən, böyük qayıdışı əks etdirən, insanlarımızda sevinç və qürur hissini əks etdirən fotosərgi çox böyük uğurla, müvəffəqiyyətlə təşkil olunmuşdu. Artıq mən 6 aydan çoxdur ki, Cəbrayıl şəhərində yaşayıram və bu tədbiri doğrudan da ürəkdən bəyənirəm. Dövlət Qaçqın.com-un həyata keçirdiyi bu tədbir deməli bizim hər birimizə həm hiddətləndirdi, həm sevindirdi, həm də bizə doğrudan da böyük ümid verdi ki, daha böyük uğurlar hələ qabaqdadır. Tədbirdə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri və Cəbrayıl şəhərinin sakinləri də iştirak ediblər. Qeyd edək ki, Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan Bura Mənim Evimdir sənədli filmi Türkiyənin İzmir şəhərində keçirilən 10-cu Beynəlxalq Ege Art Qısa Film Festivalının mükafatına layiq görülüb.